Bax, ağrıların ən çox burada olur. Bax bir də bu dizimdə əsas. Aha, əsas soldur. Bax. İkisi də ağrıyır, amma sol daha çox Boyu ağrır. lap çox ağrıyır. Sizdə qığırdaq o qədər yeyilib ki, artıq sümük oturub sümüyün üstünə. Yəni artıq qığırdaq yoxdur demək olar ki, dizinizdə. Və hər dəfə dizinizi büküb açanda, siz gəzəndə bu sürtünmə halı sizə şiddətli ağrılar verəcək, şikayət verəcək. Eləyə biləcəyimiz yeganə şey diz oynağının endoprotezi deyilən bir əməliyyatdır. Yəni o sizin dildə desək, qığırdağın yeyilmiş hissələrini təmizləyirik, ora yeni bir oynaq qoyuruq. Bununla siz tam ağrısız, rahat formada gəzirsiniz. Əməliyyatın səhərsi günündən dərhal qaldırıb yeridirik. Cəmi 3 gün və ya maksimum 4 gün xəstəxanada qalırsınız, ondan sonra sizi evə buraxır. Yəni artıq bu sizin xəstəliyinizin, dizlərinizin bu vəziyyətində ağrılarınızı keçirməyin birdəfəlik yolu, yəni həlledici yolu cərrahiyyədir. Bunun başqa bir yolu yoxdur. Və budur ağrıdan. Bu yara yeridir. Yara yeri ağrıyır. Bükməyin də azdır, ona görə sənə çox incir. Və sağ daha çox bükülür. Aha. 5 ay 10 gün öncə bilateral qonartroz, yəni hər iki dizində qığırdaq yeyilməsi, 4-cü mərhələ qığırdaq yeyilməsi diaqnozu ilə bir dəfəyə bilateral, yəni eyni vaxtda hər iki dizini endoprotez əməliyyatı icra eləmişik. İllər öncə qılçalarım ağrıyırdı, dizlərimdən yeriyə bilmirdim. Mən gəldim, ilkin həkimin bura gəlişini eşitdim Qarabağ klinikasına. MRT elətdirdim, yəni rengen elətdirdim, baxdı, mənim sol qılçama təcili surətdə əməliyyat qoyuldu ki, bu əməliyyatsız çətin olacaqdı. Mən qorxdum, hətta ağladım. Həkim mənə dedi ki, ağlamağın mənası yoxdur, əvvəl-axır sən gələcəksən. İl yarım da üstündən keçdi, bir il neçə ay keçdi. Gördüm ki, o biri qılçamda tutuldu. Yeriyə bilmədim. Ona görə bir də gəldim bura, bir də təzədən rengen elətdirdim. Mənə dedi ki, indi 2 qılçam olunmalıdır. Biri tamamilə məhv olmaq üzrədir. Qığırdaqlar yeyir, sümük yeyir. Mən yeriyə bilmədim. Həmin səhər yerimdən durdum, yeriyə bilmədim. Bir addım da gedə bilmədim. Ona görə də evlatlarım məni zorla götürdülər, gətirdilər ki, gedək də bu harda dayanacaqdır. Sən ağlayırsan, biz də üzünə baxırıq. Gəldim bura, həkim dedi ki, indi 2 qılçamda məhv olub gedir. Bayaqdan bir qılçamdan qorxan mən, dedim hətta ikisinə də razıyam. O da boyun oldu, dedi ki, olar mümkündür. Getdim, sağ olsun, əlləri var olsun, ömrü uzun olsun. Mənim hər iki dizimi bir əməliyyat elədi, bu günləri 5 ay 10 gündür sərbəst gəzirəm. O keçmiş ağrılarım yox olub, gecəni səhərə qədər yata bilmirdim günlərdə. Gündüzdəki onun kimi. İndi axşamdan yatıb səhər dururam. Yəni bunu məni kimi ağrıyanlar da bilsin ki, qorxmasınlar, ürəkli olsunlar, gəlsinlər ilkin həkimin yanına. Ora qoyduğumuz implantlar çox sərt bir materialdandır və çox güvənli, etibarlı implantdır. Ona görə də heç bir idman hərəkətindən, bükməkdən, filan yeriməkdən heç bir şeydən çəkinmirik. Əksinə gün ərzində vaxtımız olduqca idmanlarımızı eləyirik, dizimizin bükülməsini artırırıq. İnşallah gələn səfərki görüşümüzdə yenidən görüşürük. Var belə ağrı? Yerli ağrım pəncədədir. Bir dənə onu görək danışaq. Yaxşı. Parmağımı qoyuram. Belə eləyirəm. Ağrı var. Yox, sən mənə güc gəlmə, tamam? Tam relaks, özünü boş saxla. Var belə ağrı. Gördüyümüz bu əyrilik kimi var, bir deformasiya kimi. Bu ciddi bir problem deyil. Yəni bu uşağın quruluşu, ayağının quruluşu belədir. Bu həqiqətən də o sizə deyilən kimi tam yaşa dolduqca böyüməsi tamamlanana qədər maksimala kimi düzələr və yaxud da ki, əksinə daha pis ola bilər. Yəni hal-hazırda bizim
bu fizioloji inkişaf dövrüdür. Yəni böyüməkdə davam edir. Onu düzəltmək üçün nəyisə bir şey etməyəcəyik. Başa düşdünüz necə? Amma diz ağrısı və ağrının daimi olmağı bizi biraz şübhələndirir. Ona görə də dizinin bir MRT müayinəsi istəyəcəyik. Yaxşı ki, dizin içində həm yumşaq toxumaları, həm sümüyü görək. Orada ümumiyyətlə dizin içi ilə bağlı hər bir şeydən bizə məlumat verəcək. Yaxşı?